Meteorologiya xidmətindən aldığımız məlumata əsasən bugün Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Xüsusi yağıntılı bir gün gözlənilmir. Hətta deyərdim ki, bugün havanın temperaturu digər günlərə nəzərən daha yüksək dərəcədə olacaq. Belə ki, 28-33 dərəcəyə qədər isti hava şəraiti müşahidə olunur. Axşam saatlarında isə temperatur yalnız 18-21 dərəcə aralığında dəyişəcək. Gün boyu əsas temperatur 33 dərəcə aralığında olacaq. Bir daha qeyd edirəm. İlk olaraq şimal-qərb küləyi əsəcək, 5-10 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Daha sonra cənub-şərq küləyinin əvəz olunacaq. 7-12 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət isə gecə 75-80%, gündüz isə 45-50% aralığında dəyişəcək. Bölgələrimizə keçid alırıq. Naxçıvan şəhəri, Cufa, Ordubad, Şahbuz, Şərur, Sədərək. Bu ərazilərdə bugün əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Lakin yüksək dağlıq ərazilərdə qısa müddətli yağıntılar gözləniləndi. Bu yağıntıları qısa müddətli intensiv yağıntılar, bəzən dolu düşmə ehtimalı, şimşək çaxma ehtimalı daxildir. Qərb küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Havanın temperaturu bu bölgəmiz üçün də keçərlidir ki, 33 dərəcəyə qədər isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında, Ağdam, Füzuli ərazilərində də günün gedişatında əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Yüksək dağlıq ərazilərdə qısa müddətli yağıntılar gözləniləndi və axşam saatlarına doğru yağıntılar tədricən kəsiləcək. Bölgə ərazisinə isə o qədər də şiddətli təsir eləməyəcək, lakin yenə qısa müddətli yağıntılar ola bilər. Qərb küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Havanın temperaturu isə 27-28 dərəcə aralığında dəyişəcək. Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl bu ərazilərimizdə də demək olar ki, eyni hava şəraiti müşahidə olunur. Əsasən yağmursuz keçəcək və günün gedişatında qərb küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Havanın temperaturu 27-28 dərəcə aralığında dəyişəcək. Bu bölgəmiz üçün də qısa müddətli yağıntılar keçərlidir. Bir daha qeyd edilir, lakin yüksək dağlıq ərazilərdə yağıntının miqdarı bir balaca daha artıq olacaq. Qərb bölgəsinin keçid alırıq. Qərb bölgəsində də bugün qərb küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Havanın temperaturu 27-31 dərəcə aralığında dəyişəcək. Axşam saatlarında 18-21 dərəcəyə qədər enəcək. Əsasən yağmursuz hava şəraiti müşahidə olunur, lakin yüksək dağlıq ərazilərdən başlayan yağıntı gün boyu bölgə ərazisinə qısa müddətli şəkildə təsir göstərə bilər, lakin axşam saatlarına doğru yağıntılar tədricən kəsiləcək, ara bir duman olma ehtimalı var. Şimal bölgəsinə keçid alırıq. Şimal bölgəsində şərq və qərb rayonlarından gələn yağıntılar təsir göstərəcək, lakin çox şiddətli yağıntı gözlənilmir. Əsasən dağlıq ərazilərdə yağıntıların olması gözlənilən haldır, yəni yüksək miqdarda yağıntılar əsasən dağlıq ərazilər üçün keçərlidir. Qərb küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Havanın temperaturu isə deməli gündüz dağlıq ərazilərdə 11 dərəcəyə qədər isti olacaq, 7 dərəcə, 11 dərəcə, bəzən 20 dərəcəyə qədər isti olacaq, lakin bölgə ərazisində isə 18, 28 və 30-31 dərəcəyə qədər yüksələcək. Axşam saatlarına doğru isə temperatur getdikcə aşağı enəcək. Mərkəzi Aran bölgəsinə keçid alırıq. Mərkəzi Aran bölgəsində bugün əsasən yağmursuz hava şəraiti müşahidə olunur. Eləcə də axşam saatlarına doğru qısa müddətli yağıntılar ola bilər. Gün boyu yağıntılar gözlənilmir. Yüksək dağlıq ərazilərdə də o qədər şiddətli yağıntılar yoxdur. Lakin axşam saatlarına doğru bölgə ərazisində yağıntı olsa da getdikcə tədricən kəsiləcək. Deməli, qərb küləyi əsəcək, 5-10-15 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Havanın temperaturu isə 33 dərəcəyə qədər isti olacaq. Son olaraq cənub bölgəsinə keçid alırıq. Cənub bölgəsində də bugün şimal-şərq küləyi əsəcək və 5-10-15 metr saniyə sürətlə və güclü hərəkət eləyəcək. Yüksək dağlıq ərazilərdə yağıntılar hələ ki gözlənilən halda, bölgə ərazisində isə o qədər şiddətli təsiri olmasa da qısa müddətli yağıntılar ola bilər. Yüksək dağlıq ərazilərdə olan yağıntıları qısa müddətli intensiv yağışlar, dolu düşmə ehtimalı, şimşək çaxma ehtimalı daxildir. Amma qeyd elədiyimiz kimi bütün bölgə ərazisində gün boyu bu şiddətli yağıntılar olmayacaq. Əksinə havanın temperaturu 28-31 dərəcə aralığında dəyişəcək və küləyin istiqaməti və gücü də o qədər şiddətli olmadığı üçün isti hava şəraiti daha çox öz əksini tapacaq. Axşama doğru isə biraz sərin hava şəraitinin əvəz oluna bilər. Belə, paytaxtımıza və bölgələrimizə aid olan hava haqqında əsas məlumatlar bunlar idi. İlk olaraq onu qeyd eləyək ki, Hidrometeorologiya xidməti tərəfindən bölüşülən xəbərdarlığa əsasən ayın 12-sinə qədər, yəni sabaha qədər dağlıq ərazilərdə yağıntılar hələ də davam eləyəcək. Sadəcə olaraq bölgə ərazisinə təsiri o qədər şiddətli olmayacaq, amma təbii ki, xüsusi dəyişiklik olduğu təqdirdə biz də burada sizlə bölüşəcəyik. İndi isə qısa bir fasiləyə keçirik və fasilədən sonra proqramımız öz axarında davam eləyəcək.